Dini tədris etməyin özü də xüsusi biliklər, elmi düşüncə və pedaqoji bacarıq tələb edir. Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov müasir dini təhsil modelləri, ənənələr və qlobal çağırışlar kontekstində mövzusuna həsr olunan Respublika Elmi Praktik Konfransında dedi. Ramin Məmmədovun sözlərinə görə din sadəcə ehkamlardan ibarət deyil. Sərhədlərini müəyyən etməkdə çətinlik çəkdiyimiz geniş bir informasiya məkanıdır. Dini öyrənmək üçün xüsusi maraq lazımdırsa, eyni zamanda elmi məntiqə malik olmaq da önəmlidir. Dini tədris etməyin özü də xüsusi biliklər, elmi düşüncə və pedaqoji bacarıq tələb edir. Dini təhsilin əhəmiyyətini artıran, onun müasir dövrümüzdə yeni dini təhsil modelləri axtarışını zəruri edən amillərdən biri də məhz bundan ibarətdir. Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin yaradılması da məhz bu məqsədə xidmət edir. Bizim ölkəmiz dünyada dövlət-din münasibətləri modellərinin ən yaxşı nümunələrindən birini yaratmağa müvəffəq olub və biz haqlı olaraq bununla fəxr edirik. Əminəm ki, dini təhsilin də ən uğurlu modellərindən biri də məhz multikulturalizmin, tolerantlıq ənənələrinin həyat tərzinə çevrildiyi Azərbaycanda yaradıla bilər. Elm və Təhsil naziri Emin Əmrullayev çıxışı zamanı bildirdi ki, təhsil müəssisələrində dini təhsil adı altında şagird və tələbələrə dini mesajlar verilməsi yol verilməzdir. Bir məsələ dərsliklər və standartlardır. İkinci məsələ sinif otağında müəllimin fəaliyyəti və onun uşaqlarla olan ünsiyyətidir. Buna bir qədər nəzarət etmək daha çətindir. Çünki sinif otağının qapısı bağlıdır və eyni anda 70 minə yaxın belə deyək sinifdə tədris baş verir hər gün. Ona görə çox önəmli məsələ burada valideynlərin və ictimaiyyətin də ictimai nəzarətində olması olduqca vacibdir ki, sinif otaqlarında dini təhsil və ya dini təhsil adı altında nə baş verə bilərsə, bununla bağlı dövlətin müvafiq qaydada təbii ki, xəbər olmalıdır. Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədr müavini Sahib Aliyev vurğuladı ki, dini təhsil, elm və tərbiyə ilə balanslı şəkildə aparılmalıdır. Onun sözlərinə görə, auditoriyalarda elm və din mövzusu barədə çoxsaylı debatlar keçirilməlidir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsanov çıxışında bildirdi ki, insanlar dini kitablara deyil, internet resurslarına üst tuturlar. İnsanlar birinci növbədə axtarış aparan zaman daha dini kitabları açıb araşdırmalar, çox sadə üsullarla araşdırma, yəni internet vasitəsilə araşdırmağa çalışırlar ki, orada isə bilgilər düşünürəm ki, o qədər bulanıq və o qədər qarışıqdır ki, ən azından biz informasiya təhlükəsizliyimiz kontekstində biz çox təhlükəsizliyimizdən danışırıq, yəni ərzaq təhlükəsizliyimiz, enerji təhlükəsizliyimiz, ideoloji təhlükəsizliyimiz və s. Amma informasiya təhlükəsizliyimiz və ideoloji təhlükəsizliyimizin bir-birinə dialoq şəklində, balanslı şəkildə aparılmasında müasir çağırışlar, rəqəmsallaşma və din təhsili məsələsini də bu müzakirələrin bir çərçivəsinə qoymaq lazımdır. İlahiyyat İnstitutunun rektoru Agil Şirinov isə dedi ki, dinin əsas prinsiplərinin cəmiyyətə doğru şəkildə çatdırılması üçün din təhsili olduqca vacib məqamdır. İnsanlıq tarixinə biz diqqət yetirdikdə, xüsusilə orta əsrlərdən bu tərəfə din təhsilinin nə qədər əhəmiyyətli olduğunu anlayırıq. Çünki məhz səhv din tədrisinin, din təhsilinin nəticəsində bir çox dinlər arası, məzhəblər arası problemlərin ortaya çıxdığını hamımız şahidik. Orta əsrlərə nəzər salsa, Varfolomey gecəsinin hər halda hamımız xatırlayırıq tarix kitablarından.